Qədir gecəsi də əhya gecəsidir. Oyaqlıq gecəsi deyil, dirilmək gecəsidir. Oyanıram ki, dirilim. Ayıq qalıram ki, dirilmək istəyirəm. Mən dirilmək istəyirəm. Diriliyin də yolu bunlardan keçir. Ona görə gəlirəm, Quran qoyuram başımın üstünə, başlayıram məsumun adını çəkməyə. Yəni mən gəlmişəm süd dərgahımıza dinləməyə, ilahi gəlmişəm, dirilmək istəyirəm. Sən də demişsən, dirilmək istəsə bunlara üst tutmalısan. Ona görə də Qədir gecəsi bir mənada da həm Quranı başıma qoymaqla və həm də eyni zamanda da imamların məsumun adını çəkməklə bunu istəyirəm əldə edeyim. Və eyni zamanda bilir ki, Quran nazil olur, gətirib Quranı qoyuram başımın üstünə. Quranın günüdür də, xüsusi. Və eyni zamanda Allah vəlisinin zərbətləndiyi bir gün. Yəni imamımız Əleyhisselamı. Yəni həm imamla bağlı gecədir, imam o gün birinci gecə zərbətlənib, ikinci gecə dünyasını dəyişib, üçüncü gecə üçünə düşüb imamın. Diqqət edirsiniz. Üç gecə də elə, üçü də imamdan bağlı gecə, bir tərəfdən Quranın nazil olduğu gecə, yəni bir tərəfdən imamətlə bağlıdır, bir tərəfdən Quranla bağlıdır. Və mən də bu Quranın, bu dinin mahiyyətinə zidd iş görmürəm. Başa düşmüşəm ki, bunlarsız mənəvi həyata gedən yol bağlıdır.